Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günlük informatika suallarından 5-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Bizə belə bir sual nümunəsi verilmişdi. Deməli, bərabərsizliyin bir tərəfi megabaytla, digər tərəfi kilobaytla. Əgər biz belə deyək, riyazi əməliyyat həyata keçirəcəksə, əvvəlcə hər iki tərəfi eyniləşdirməliyik. Deməli, nə edirik? Hissə-hissə gedək. Gətirim bunu bu tərəfə. İndi baxın bu prosesdə biz nə edəcəyik? Deməli, burada 4 vurulmuş 2 plus x yazıb, bir də 4 vurulmuş 3 plus x yazıb. Doğrumu? Yəni əsaslar eynidir. Əsaslar eynidirsə vurma zamanı üstləri toplaya bilərik, düzdür? Yəni bu necə olacaq? Belə deyək, 4 vurulmuş 2 plus x plus 3 plus x kimi yaza bilərik bunu. Bu qədər kilobayt bərabərdir 4096-nı da 212 kimi yaza bilərik. Və megabaytdan kilobayta gəlmək üçün vurmalıyam 2 üstü 10-a. Aha, indi buradan sonra proses necə gedəcək? 2 üstü 10 kilobayt. Buradan sonra nə edəcək? Bax, görürsünüz, bura 2-nin qüvvətidir. Bu hissəni də 2-nin qüvvətinə gətirəcəm. Necə? 4-ü özünü yaza bilərəm 2 üstü 2 kimi. Bax, bu ifadəni 2 üstü 2 kimi yazdığımı 4-ü. Bu üstü də hesablayacağım. 3 2 eləyəcək 5, x eləyəcək 2x. Deməli, 2x üzərinə gəlinmiş 5 kimi yaza bilərəm. Kilobayt bərabərdir. 2 üstü, burada da əsaslar eynidir. Vurma zamanı üstlər toplanacaq. Eləyəcək 2 üstü 22 kilobayt. Davam edirəm. Bu hissəni necə hesablayacaq? Üstləri vuracaq bir-birinə. 2 üstü 2 vurulmuş, hətta belə yazım. 2 vurulmuş 2x plus 5. Hətta bir dəqiqə bunu balacalaşdıraq. Kilobayt bərabərdir 2 üstü 22 kilobayt. Buradan yazacağım belə. 2 üstü 2 dəfə 2 eləyəcək 4x plus 2 dəfə 5 eləyəcək 10. Deməli 4x plus 10 kilobayt bərabərdir 2 üstü 22 kilobayt. Burada da yenə ön hissələr eynidir, əsaslar eynidir. Qüvvətlərlə davam edəcəm. Yəni 4x plus 10-u bərabərləşdirəcəm 22-yə. Olacaq 4x plus 10 bərabərdir 22. 4x bərabərdir 12. X da buradan bərabər olacaq 3-ə. Deməli, sözgüdən x olacaq 3. Yəni, C variantı. Ümid edirəm, aydındır. Yenidən izah edim. Baxın, birinci riyazi əməliyyatdan əvvəl kilobayt, megabayt bu ölçü vahidlərini eyniləşdirməliydik. Eyniləşdirdik. Daha sonra əsaslar eynidirsə bilirik ki, vurma zamanı üstlər toplanır. Bu məntiqə əsasən 4 üstü və bu ifadələri toplayaraq yan-yana yazdım. Daha sonra gördüm ki, bərabərsizliyin sağ tərəfi 2-nin qüvvətindəndir. Ona görə digər tərəfi də biz 2-nin qüvvətinə gətirməliyik ki, davam edə bilək. Bu məntiqlə 2-nin qüvvətinə gətirdim və riyazi əməliyyatı bundan sonra davam eləmiş oldum. Cavabımız olacaq C variantı, yəni 3. Bu qədər. Sağ olun, Allah'a əmanət.